Unudulmaz qəhrəman. Müəllif Ruslan Eldarlı. Şeir Qazax rayonunun Əskipara kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalan Xəlilov Rizvan Məmmədtağı oğluna ithaf olunub. Vətənin başını duman alanda atıldı döyüşə cəngavər kimi. Ölməz cəsarəti, ölməz vüqarı, dolaşır dillərdə bir yavər kimi. Qanlı döyüşlərə çox sinə gərdi. Sənə qanad verdi vətən sevdası, əbədi tarixə yazdı adını, köçdü bu dünyadan, alıb bu qisası. Samux rayonunun qəhrəman oğlu ucaldı şəhadət mərhələsinə, məhəbbət bəsləyir Eldar mahalı, belə mərd oğlunun əqidəsinə. Rizvan əmim kimi igid oğullar bu yurtdan, obadan daim çıxacaq. Qəhrəman oğullar unudulmayır, düşməni igidlər, mərdlər yıxacaq. Əskipara kəndi azaddı bugün, şəhidlərin qanı qalmadı yerdə. Düşmənə elə bir dərs verdi ordum, gözünü dikməyər yurduma bir də. Sən kimi ərəni, igidi olan bu vətən düşmənə can verməz hədər. Vətən sədaqəti, vətən sevgisi həyatda örnəkdir yaşamaq qədər. Vətən sədaqəti, vətən sevgisi həyatda örnəkdir yaşamaq qədər.